Salam dostlar, hamını salamlayıram. Bu günləri biz sizə DevSecOps'un 3-cü toolu olan Container Security haqqında danışacağıq. Çünki bu çox vacib bir tooldur. Bizim bəzi DevOps mühitlərində, hamısında, əlbəttə ki, bildiyimiz kimi biz konteynerlərdən istifadə edirik. Çünki bizim applicationımız hara host olur? Hansısa bir əməliyyat sisteminə. Yəni, bu da konteynerlərdir. Niyə Container Security vacibdir? Çünki konteynerlər tez-tez yaradılıb silinir. Buna görə də bizim belə deyək, konteynerlər daimi izlənilməlidir. Və bu konteynerlər, dostlar, bizim mühitdə bütün application, belə deyək də, mühitə təsir eləyə bilər. Çünki siz bir dənə image-dən, eyni image-dən 4-5 dənə konteyner düzəldə bilərsiniz. Həmənki image vulner ola bilər və bu da təhlükəlidir, bildiyiniz kimi. Ona görə köhnə image-ləri həmişə update edirlər, update olunmalıdır. Sonra misconfigurationlar var burada. Konteynerlər istənmədən açıq portlar, zərərli girişlər və təhlükəsiz olmayan hüquqlar. Bunları nəzərdə saxlayın. Container security hansı sahələri əhatə edir? Image scanning, konteyner imagelerin zəifliklərə qarşı skan etmək, məsələn, sneak, trivy. Bu təhlükəsiz toollardan istifadə edə bilərsiniz. İndi biz onun haqqında bir lab eləyəcəyik. Runtime protection, konteynerlər işləyən zaman təhlükəli davranışları izləmək və müdaxilə etmək. Least privilege, konteynerlər yalnız lazım olan minimal icazələr vermək. Konteynerlər arasında və konteynerin xarici, belə deyək, publish arasında olan şəbəkə əlaqələri qorumaq. Yəni ki, orada təhlükəsizlik qaydalarına riayət etmək. Configuration management, Kubernetes və Docker konfigurasiyalarını düzgün və təhlükəsiz qurmaq. Sonra secret management, API açarları, şifrələr kimi gizli məlumatları konteyner daxilində təhlükəsiz saxlamaq. Yəni ki, konteyner daxilində heç bir zaman belə deyək, açarlar, API-lər, ümumiyyətlə credentiallar saxlamaq düzgün deyil. Bir neçə məşhur container security toollar var ki, hansı ki mən sizə danışacağam və göstərəcəm. Belə göstərəcəm də bunu. Aqua Security-dir, mən istifadə etməmişəm heç vaxt. Syzdige Security mən istifadə etməmişəm. Twistlog, Palo Alto'dur. Palo Alto tərəfindən alınıb və mən istifadə etməmişəm ondan. Yəni ki, istifadə etdiklərimi deyə bilərəm yalnız. Kim hansı tool'a öyrəşirsə, bilirsiniz də, ondan daimi olaraq işləyir. Sneak konteyner istifadə etmişəm, Trivy istifadə etmişəm. Biri kommersialdır, biri də nədir? Open source. Bu günləri çalışacağıq, bundan eləyək. Əsas hansı boşluqlar konteynerlərdə mövcuddur, dostlar? Belə deyək, outdated and vulnerable image. Yəni, imagelerin köhnə olması, yadında saxlayın. Kitabxanaların köhnə olması ola bilər. Sonra çox vaxt base image yenilənmir və zəifliklər orada qalır. Yəni ki, məsəl üçün, köhnə image-in daxilində OpenSSL versiyası köhnə ola bilər. Bu da ciddi təhlükəyə gətirib çıxardır. Zəif konfigurasiyalar, yəni misconfigurationlar. Konteyner lazım olduğundan artıq icazələr verilir. Məsələn, root istifadəçisi ilə, məsələn, elə konteyner var ki, daxilına girsən ki, root istifadəçisi ilə işləyir. Məsəl üçün, papkalara full dostluq verirlər. Başa düşürsünüz? Yəni ki, bu düzgün deyil. Fayllara full dostluq verirlər, bu düzgün deyil. Yəni ki, 777 verirlər. Mən hətta onu izləmişəm. Secrets yanlış saxlanılması. Secret management issue. Məsələn, şifrələrin, API-lərin açıq şəkildə saxlanılması. Buna görə də hər bir şirkətdə və yaxud da ki, hər bir müəssisədə hökmən secret management olmalıdır. Yəni, secret management, yəni, belə deyək, sənin API-lərin, password, belə credentialların o secret management vasitəsi ilə işlənilməlidir. Yəni ki, biri deyək HashiCorp Vault. Məsəl üçün, birini deyək HashiCorp Vault. Sonra network təhlükəsizliyi, aydın məsələdir burada networkımız bizim trafikdə
TLS, SSL istifadə olmalıdır. Firewalllar olmalıdır. Bunlar vacibdir. Demək, əgər bir konteynerin daxilində hansı bir zəiflik varsa, hacker ora rahatçılıqla müdaxilə edə bilər. İcazələrin həddindən artıq verilməsi. Yəni, privileged flag konteyner işlədilir. Konteyner bütün host sistemi resurslarının çıxışını imkan verir. File sistemindən yalnız mount edilir. Kimi həssas yollar konteynerlərə açılır. Supply chain riskləri. İstifadə etdiyimiz üçüncü tərəf imiclər, public docker hub imicləri içində bəzi zərərli kod, malware və ya arxa qapılar, backdoorlar. Yəni ki, arxa qapılar. Elə adamlar başa düşmür, backdoor nədir? Mən ona görə Azərbaycan dilində də qeyd eləmişəm. Backdoorlar da mümkün olur. Ona görə yenə də hər hansı bir imici götürəndə çalışın o imici skan eləyin, sonra ondan konteynerlər yaradın. Birdən-birə imici götürüb belə deyək, bir dəfəyə yaratmayın konteynerlər. DevSecOps-la məşğul olmasanız da, adi bir DevOps mütəxəssisi olsa belə, ən azı open source tool-la bir dənə həmənki imici yoxlayar ki, baxım görüm orada hansı zəifliklər var. Qısa desək, belə deyək də, konteyner problemi, zəif imiclər, zəif konfigurasiya, zəif idarəetmə, zəif monitoring. Bu 4 dənə, 4 oldu, 1, 2, 3, 4. 4 dənə şeyə əsaslanır. Container security-nin problemi. Və bunlara biz nə etməliyik? Nəzarəti gücləndirməliyik. Həm imiclərə, həm konfigurasiyalara, həm sonra idarə etmələrə, bir də onların monitorinqlərinə. Bunlara ciddi yanaşmaq lazımdır. İndi keçək laba. Ən sevdiyimiz məqam labdır. Bugün mən sizə yenə 2 dənə biri kommersial, yəni ki, sneak vasitəsilə göstərəcəm. Adi skan eləyəcəyik və sonra onun JSON formatını çıxardacağıq. Sonra biz onu Trivy ilə eləyəcəyik. Yəni Trivy vasitəsilə nə eləyəcəyik dostlar? İmicimizi skan eləyəcəyik. Demək, bizdə image var bir dənə. Vulnerable image-dir. İndi biz onu nə edəcəyik dostlar? Skan edəcəyik. İlk növbədə sneak vasitəsilə sneak container test vuln image, yəni bu image və tagin adı. Enter basırıq. Yəni ki, konteyner imiclər elədir ki, dostlar, bizim üçün çox əhəmiyyət daşıyır. Yəni ki, sizin, belə deyək, kodlarınız təmiz. Tutaq ki, siz SAS-la kodlarını təmiz elədiniz. SCA-niz təmiz. Yəni, sizin kitabxanalar hamısı tərtəmizdir, yəni orada boşluq yoxdur. Sizin imiciniz də təmiz olmalıdır. Gördünüz, bu imicdə 106 dənə nə çıxartdı? Issue çıxartdı. 114 dependency, 106 dənə issue. Görürsünüz, hamısı haqqında ümumi nədir? Məlumat mövcuddur. Load var burada. Görürsünüz. Load burada, mediumdur burada. Görün nə qədərdir. Bu boşluqlar mövcuddur. Bizim bu imicimizdə. Görürsünüz nə qədər image var. Image haqqında out of bounds description, hətta sizə deyir təzə versiya hansıdır, köhnə versiya hansıdır və onlar haqqında hər bir linka girib nə edə bilərsiniz? Baxa bilərsiniz. Bu sneak ilə idi scan. İndi biz onun nə edəcəyik? JSON formatını düzəldəcəyik. Sadəcə burada daşdaş JSON formatı eləyəcəyik və ona bir ad verəcəyik. JSON, məsəl üçün container image yazaq da, image.json
image.json. Bizim üçün JSON faylı düzəltsin. İndi inşallah biz dərslərim indi mən o birisi dərs çalışdığımsa defektoru keçim ki bizim bu JSON fayllarını belə formada baxmayaq da dostlar. Yəni belə formada baxmayaq. Biz onu real bir dənə bir report sistemi düzəldəcəyik defektorcu və biz özümüzdə skan etdiyimiz bütün SAS idi, SCA idi və konteynerdə hamısını yerləşdirəcəyik orada ki, rahat biz orada dashboardda vizualini yaxşı baxaq. Görürsüz, göstərdi. JSON faylımız yenə də generasiya elədi. Bu kommersial idi. Yəni ki, belə deyək də, lordladım pullu proqram. İndi free proqram nədir? Free proqramın da yenə deyirəm, bunun yükləmə qaydası burada var. İstəsəz mən kommentdə, descriptionda qeyd edəcəm bunu. Bunu mən əvvəlki dərslərdə vermişəm. Görmüsünüz. Bunu sadəcə kopyalayırıq, atırıq bura. İcazə veririk, move edirik user local binə və öz API-mizi qoşuruq. Ki, məsəl üçün, Stinikdə API hara daxil olduq, bura daxil olduq, account-a və API-miz buradadır. Məsəl üçün, skan eləyəndə də biz daha da nələri skan eləyəcəyik, görürsünüz. Bunu necə qurmaq lazımdır? Burada hamısı mövcuddur. Install Snik. Open source package-ləri yoxlamaqdan ötəri budur. Source kod budur. Yəni ki, SCA budur, SAS budur, Container Security budur. Yəni ki, burada da özləri sizin üçün nə edib? Müəyyən konfigurasiyalar qoyub. Bu ondan ötəridir ki, uşaqlar, bu monitorda. Monitordan ötəridir ki, siz monitoru burada əvəz eləyəndə testlə bu götürəcək, sizin reportu atacaq hara? Dashboardumuza. Orada nə etmək ötəri? Baxmaqdan ötəri. Dashboardunuza ata bilərsiniz. Yəni bunun vasitəsilə. Amma mən sizə open source versiyasını göstərəcəm. Orada rahat baxmağa görə. İndi isə biz bunun image Trivy ilə yoxlayaq. Yəni ki, biz bunu yoxladıq. İndi Trivy ilə yoxlayaq və baxaq görək Trivy ilə necə skan olur. Yəni ki, bu open source. İndi edəcəyim open source. Sadəcə Trivy image götürəcəyik. Bu JSON faylını düzəltməkdədir Trivy ilə. Yenə də image baxırıq. Sadəcə bir image bunun adını yazıb, bura yazırıq və salam. Bu da neynədir? Bizə boşluqları neynədir? Bu biraz səliqəli düzəltdi. Open source-da ona görə. Səliqəli düzəltdi. Bizə CVA-lər çıxartdı. Hansı severity burada nədir? Onu göstərdi. Hər şeyi burada çıxartdı bizim üçün. Yəni ki, skan elədi, hər şeyi çıxartdı. Biri, belə deyək. Onun da yükləmə qaydası belədir dostlar. Yəni, gördüyünüz kimi bu etapları bir-bir yazsaz, yəni ki, sonda da etapları qeyd eləsəz, bunu eləmək lazımdır. Sonra repoya əlavə eləmək lazımdır. Sonra update eləmək lazımdır. Sonra install eləmək lazımdır. Sonra bunu nə eləmək lazımdır? Run eləmək lazımdır. İndi isə bunun da biz JSON faylını çıxardaq. JSON və image-in adı. 2 dəqiqə. Images neydi? Image və bunu da bura getiririk. 2 dəqiqə. Bunda bəzi konfigurasiyalar var. Onları tapmaq lazımdır. 2 dəqiqə. JSON image məsələn adı qoy volume image
JSON. Bir dəqiqə. Bu keçən dəfə dostlar deyir ki, bu errorlar olmasın. Mən əksinə errorları göstərirəm deyə. Biləsiniz ki, harda biz səhv eləmişik və elə videolar var ki, görürsüz xaricilərdə. Onlar eləyir düzgün, hər şey alınır. Siz eləyirsiniz, sizdə alınmır. Çünki onlar error çıxan hissələri pauza edirlər və erroru düzəldirlər, sonra onu həyata keçirirlər. Yəni buna çox sadə dildə atırıq bizim sevimli AI-mıza. AI-mıza ataq onu və bizim üçün bu problemin həllini göstərsin. Yəni bu bizə səliqəli şəkildə bunu təqdim etdi. Bizim yine de JSON failine çıxartdı. O birisi də JSON failini çıxartdı verdi. Yəni ki, dostlar, bu errorlar görməlisiniz ki, harda problemlər olur. Bu normaldır bunu. Bunu da əlavə edeyim bura sizin üçün. Bunu silək. Bunu da nə edəcəm sizin üçün orada yerləşdirəcəm. Görəcəksiniz. Və salam. Bu qədər dostlar. Yəni ki, yenə deyirəm, hər hansı bir video çəkəndə çalışın errorla bərabər çəkin ki, o erroru düzəldəsiniz və digərlərə əziyyət çəkməsin. O da görsün ki, bu adam erroru belə düzəldir. Çünki mən çox vaxt baxıram, görürəm ki, adam eləyir, sən eləyirsən alınmır, amma o eləyir alınır. Baxsan ki, eyni şeydir. Amma birdən fikir versən ki, adam pauza eləyib, error çıxıb, onu düzəldib, sonra təzədən başlayıb eləməyə ki, onunla da düzəlib. Dostlar, sağ olun. İnşallah gələn dəfə defekt doja haqqında danışacağım. Ona da baxacağıq və orada reportlarımızı daha qəşəng dashboardda görəcəyik.